Xanım, sizlə bağlı bir hadisəni danışmaq istəyirəm. Çox Deməli, Fuad bəy sizi ilk tanımışdı. Fuad bəydən sonra Fuad bəy mənə dedi ki, sən ora şiddətli tövsiyə edirəm getməlisən. Əlbəttə ki, mən Yaquba düşdü. eqom yüksək. Nə deyəcək İradə xanım? Belə bir havalarda gəzirəm. Fuad bəy dedi ki, sən narahat olma da, yəni mən səni göndərirəm, danışırıq, biz həll eləyirik. Mən dedim, yaxşı. Deməli, ilk dəfə sizin yanınıza gəldim. Bu sadəcə danışıqla keçdi. İkinci dəfə də bütün seansı danışıqla keçirdik. Üçüncü seansda gəlirəm, yoldayam. Fikirləşirəm ki, deməli, birincini danışdıq, keçdi. İkincini danışdıq, keçdi. Üçüncü də gedim, danışım, keçsin. Dördüncünü də bir təhər danışıqla keçirdərəm. Vəsə, bağlayım, deyim ki, getdim də. Yəni, demişdin, get, mən də getdim. Təsdiq. Üçüncü seansda gəlmişəm, o fikirlə gəlmişəm, oturmuşam. Biz biraz sizlə danışdıq. Sizlə danışdıq, siz gördünüz ki, mən danışığı dayandırmıram da. Yəni, mən gedirəm. Siz belə çəkirdiniz. Mən kresloda oturmuşdum, siz divanda oturmuşdunuz. Siz gəldiniz divandan kresloya dizlərinizi qoydunuz. Mənim əlimi tutdunuz. Dediniz ki, Ayten, sən hələ cavansan. Gəl çözək. İnan mənə çözüləcək. Mən orada mən ağlamaq tutdu. Mən dedim ki, xanım mənim içimi bura gələndə yoldakı hisslərimi necə bildi ki? Yəni mənə deyir ki, okey, gəl çözək, hələ cavansan. Yəni nəyin cavanıyam? Hələ oradayım. Sonra gəldim, əlbəttə oradan çıxanda çox ağladım. Sizin orada da elə birinci o seansda da ağladım. İradə xanım, bu mənim həyatımın dönüş nöqtəsi idi. Çox şükür. Yəni mən bu günlərim nəsil bağda, yəni hər birini qəbul edirəm, sevirəm hər birini. Onlar özləri də bilirlər bunu. Onlar mənə prosta heyrətlə baxırlar. Maşallah. Nə oldu? Maşallah. Nə oldu? İndi mən İradə xanım onlara baxanda mən görürəm ki, ayda bu burada nəsə. İndi görə bilirəm. İndi mən sizi başa düşürəm ki, siz necə misal üçün də insanları, mən tək deyiləm. Mən bir neçə xanımlar var yoqadan. Onlar da mənə deyir ki, misal bir xanım da var. Deyir ki, mən özümü buraxmışdım. İradə xanım dedi mənə buraxmadı dedi. Mən dedi, yox idim dedi. Mən deyir, özümdən ümidim üzülüb də deyir. Mənə deyir, zəng eləyir. Haçan zəng eləyir, deyir, elə bil ki, bilir deyir. Deyir ki, o qədər işi var. Mənə zəng eləyir. Nə olub? Eləmirsən nəsə. O da deyir ki, yox eləyirəm. Deyir, yox, düz eləmirsən. Dur, gəl. O mənə deyir ki, Ayten deyir, elə deyir, anlarda çıxardıb ki, İradə xanım, Allahın köməyi ilə əlbəttə ki, on deyir, prosta deyir, bu sözlə, hisslə ifadə olması deyil. Yəni, bu heç nə ifadə olunur. Ona görə İradə xanım, bu günlərim, misal üçün yoqaya gələndə, yoqada belə izdiham olur Allahın izni ilə. Mən onların hər birini başa düşürəm. Onlar yeni şuurlu gəliblər. Böyle addım-addımlar. Biz şuursuz gəlmişik. Gör Allah bizi də çox sevir ki. Mesela biz şuursuz olaraq gəlmişik. Siz də bizi orada bəlkə sizlə 15-dən çox seans elədilər. Rəsmi 15 idi. Sonra da ofisdə də nə qədər edirdik. İndi artıq beynimdə gəzir. Tarakanlar deyirəm ona. Tarakanlar gəzir. Tutdum. Sizin texnikalarınız. Dərhal tuturam, otururam, yazıram. İradə xanım necə demiş belə, işte səhərsi heç nə yadımda deyil. Aha. Hətta indi bir dənə texnika var. O hər deyirəm də müxtəlif insanlar gəldikcə və hansısa belə qapalı o texnikalar çoxdur. Sən başa düşürsən ki, bu texnikalar bu insana qarşı işləmir. Bəziləri. Yəni burada sən dəmirdir. görürsən ki, burada nəinki dəmirdir, betondur. Deyirəm sən betonsan. Yəni o beton niyə olur? O qədər içində qorxular var, betonlaşdırır o hadisəni. Başa düşdünüz? Yəni ki, burada yəni ki, ona görə də o tez gələndə məsələn dünən bir xanım gəlmişdi, 33, 32, 33-ə girir. Deyirəm, yaxşı zamanda gəlmisən də. Məsələn bir xanım gəlmişdi.
60-a yaxın. Və mən onu qulaq asdıqca beyni o qədər dolu idi. Dedim ki, uyda, özdəki paket götürmüşdü. Deyirəm, evdə kimlərim var? Deyir, 2 qızım, 1 oğlum. Sən Allah qızlarımı göndər. Mən başa düşürdüm ki, yəni bu 4 seans da boş-boşuna gedəcək də, heyfdir. Qoy uşaqları ilə mən bu qadına kömək eləyə bilim. Yəni ki, o özü səhv elədikcə balaları da təkrar səhv eləyir özləri bilmədən. Ananı qınadıqca özləri də o səhv yolu gedirlər. Və şükür Allah indi ailə çox şükür huzura çıxır. Sözüm ondadır ki, bu insanlarla işlədikcə o bağlı qapıları açdıqca mən özümdə də çox şey açıram. Mən sizinlə bir yerdə böyüyürəm, mən sizinlə bir yerdə dəyişirəm. Bir dəfə bir xanım mənə yazdı, İradə xanım, mən bir yuxu görmüşəm. Biz diri yoqada oturmuşuq. Siz bizim mamamızsınız, biz də sizin balalarınız oturmuşuq. Hər bir evlad tez başa düşür. Mən ən çətin qavrayan evladam. Hər dəfə gəlib, yenə sizə sual verirəm, yenə yazıram, yenə siz məni sakitləşdirib oturtursunuz yerinizə, oturtursunuz öz yerimə. Bir də mən gəlirəm, bir də başa salırsınız, bir də oturtursunuz yerimə. Bir gündür gəlir ki, deyir ki, axır ki, sən də böyüdün. Həqiqətən, o siz deyirsiniz, mən bir dəfə o WhatsApp-a girindikcə belə WhatsApp-ı fırladıram, tık yazıram Aytənə, nə oldu? Deyir, siz necə bildiniz? Deyirəm, hiss edirəm. O hissiyatı da verən Allahdır. Bəlkə ona görə də bu, mən sevdiyim işi ilə insan məşğul olanda, yəni ki, o ayrı cürə açılır və hansısa insanın o məqamları düzələndə, valla mən ondan betər sevinirəm.